Bismillahirrahmanirrahim. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdatan min lisani yefqahu qavli. Mehriban ve bağışlayan Allah'ın adıyla bugünkü söhbətimizi ve dersimizi başlayarıq. Bugün yeni mevzu hakkında, vahiy, ilahi vahiy hakkında söhbət etmək istərdim. Kur'an elmlərində en əhəmiyyətli, en önemli bəhslərdən biri də vahiy məsələsidir. Əslində vahiy məsələsi kəlami bir bəhsdir. Yəni əqaid elmində bəhs olunur. Lakin bizim müqəddəs Kur'an kitabımız vahiy vasitəsilə nazil olduğuna görə biz vahiy məsələsini burada araşdırırıq, onun barəsində növləri haqqında, lüğəvi və terminoloji mənalar haqqında söhbət edirik. Vahiy sözü hansı mənaya malikdir? Lüğətdə hansı mənaları verir? Və onun terminoloji mənası hansıdır? Onları bir-bir sizin nəzərinizə çatdırıram. Bu açıqlamalardan sonra vəhyin ümumiyyətlə məfhumu bizim üçün aydınlaşacaq. Ərəb dilində vəhiy sözü bir çox mənalarda qeyd olunmuşdur. Ümumiyyətlə həm xalq, millət, lüğət kitablarında, həm Qur'anda vəhiy üçün müxtəlif mənalar nəql edilir və vəhyin mənasının genişliyini çatdırır. Bir, söz, yazı, rəmzlər vasitəsilə sürətlə işarə etmək bəzən vəhyin mənalarından sayılmışdır. 2. Yazmaq. Bəzi lüğət kitablarında, bəzi şeirlərdə, bəzi mənbələrdə vəhiy kəlməsi yazı mənası ilə, yazmaq mənası ilə eyni mənada istifadə olunmuşdur. İlham etmək. Ən mühüm mənalarından biri də ilham etməkdir. Bu barədə söhbətimizin davamında danışacağıq. Və ilham mənasına olduqda belə olur. Bir şəxsin qəlbinə müəyyən bir şeyi salmaq. Gizli, sürətli, rəmzi söz mənasında da istifadə olunmuşdur. Bir şəxsli gizli tərzdə anlatmaq mənasında da istifadə olunmuşdur. Nəhayət, özünün həqiqi mənası risalət və peyğəmbərlik üçün olan vəhiydir. Vəhyin ən həqiqi mənası budur. Qur'anda da məqsədimiz bu 6-cı növüdür. Biz sonraki dərslərimizdə bunun barəsində geniş söhbət edəcəyik. Orada açıqlanacaq ki, risalət və peyğəmbərlik üçün olunan vəhiy nədir? Burada işarə etmirik. Növbəti dərsimizdə bunun haqqında söhbətimiz olacaq. Vəhyin terminoloji mənası. Söylədiyimiz kimi vəhiy kəlami bir bəhs olduğu üçün əslində burada onun haqqında danışmaq lazım deyil. Heç o məsələnin yeri deyil. Amma Qur'anımız bu vəhiy vasitəsilə Peyğəmbərimizə nazil olduğu üçün biz bu məsələyə yer veririk. Bu məsələ ona görə də önəm daşıyır. Ona görə də vəhyin haqqında biz Qur'an elmləri haqqında və Qur'an tarixi, Qur'an məsələlərində bu mövzunu ayrıca olaraq bəhs edirik. Qur'an terminologiyada, istilahda nəyə deyilir? Qur'anın vəhyi, vəhiy ümumiyyətlə və yaxud ilahi vəhiy hansı mənalara daşıyır? Tərif belədir. Vəhiy Allah Taala'nın müəyyən hədəflər əsasında öz peyğəmbərlərindən birinə qeyri-adi bir yolla, həmçinin öz yaxın mələyi və ya digər vasitələrlə çatdırdığı söz, fərman və göstərişlərə deyilir. Belə ki, ilahi peyğəmbər onu kamil və şuurlu tərzdə dərk edərək eşidir və ya görə bilir. Bu vəhyin
istilahi mənasıdır. Bir mənada vəhiy Peyğəmbərlə Allah arasında olan əlaqə növüdür. Peyğəmbər bu əlaqə vasitəsilə Allahdan göstərişləri, əmrləri, fərmanları alır, sözləri alır, bizə çatdırır. Vəhyin terminoloji mənası üçün Əllamə Təbatabayidən digər bir açıqlama vardır. Yeri gəlmişkən onu da burada söyləmək istərdim. Əllamə Təbatabayi Quran der İslam kitabının 170-ci səhifəsində belə yazır. Müsəlmanların vəhiy barədə olan ümumi nəzərlərinə əsasən, vəhiy Qur'anın öz ləfzi ilə Allahın yaxın mələklərindən birinin vasitəsilə İslam Peyğəmbərinə göndərməsindən ibarətdir. Əlləmənin sözündə vəhiy yalnız bizim Peyğəmbərimizə aid olunur. O da vəhyin bir növü, mələk vasitəsilə olmasına işarə edilir. Lakin öncəki tərifimiz ümumi şəkildədir. Bütün Peyğəmbərləri və vəhyin üç növünü də əhatə edir. Bu mənalar vəhyin lüğəvi və terminoloji mənaları idi. Biz söhbətimizdə bir məsələyə işarə etdik. Vəhyin ilham mənasına olması. Bu, Qur'anda və ya digər kitablarda, hədislərdə çox istifadə olduğu üçün burada lazım bildik ki, vəhiy ilə ilhamın fərqini ayıraq. Sonraki söhbətimizdə də buna xüsusi olaraq yer ayrılıb. Orada vəhyin ilham mənasında işləndiyi yerlər üçün ayə nümunələr olaraq vurulacaq. Lakin burada sadəcə olaraq bəzi insanlar qarışdırmasın deyə, bəzən bir insana, bir Peyğəmbərə ilham olunanda ya vəhiy olunanda bunların fərqini bilsinlər. Və yaxud adi insana bir ilham olunanda onu deməsin, mənə vergi verilib, vəhiy olub, Allah Teala tərəfindən mənə nəsə nazil olub. Bu əhəmiyyətə görə, bu məsələnin əhəmiyyətinə görə biz burada vəhiy ilə ilhamın fərqini siz oxucuların, alimlərin, elmsevər bacı və qardaşların nəzərinə çatdırırıq. Vəhiy olunmuş şəxs mütləq ilahi Peyğəmbər sayılır. Lakin ilham olunan şəxsin Peyğəmbər olması şərt deyil. Mümkündür vəhiy yalnız Peyğəmbərə nazil olsun. Onun digər insanlara nazil olması mümkün deyil. Lakin mümkündür ilham həm Peyğəmbərə, həm digər sıravi insanlara olsun. Digər bir fərq. Vəhiy olunan şəxs vəhyin gəldiyi ünvanı olduğu kimi tanıyır. Bilir bu vəhiy mənə hardan gəlib, nə üçün gəlib, hansı məqsədlə gəlib. İlham olunan şəxs isə adətən onun hardan gəldiyini dərk etmir. Lakin qəlbinə salınır, təlqin olunanda hiss olur ki, mənim ürəyimə nəsə deyildi. Üçüncü fərqi isə ilham və vəhyin digər fərqi belədir. Vəhiy ilhamın əksinə olaraq yalnız və yalnız Allah Teala tərəfindən nazil olur. Lakin ilham bəzi vaxtlar şeytan və cinlər tərəfindən də həyata keçə bilər. Bu, vəhiy və ilhamın fərqi idi. Söylədiyim kimi önəmli olduğu üçün sizin nəzərinizə çatdırdıq. Burada daha bir məsələni, daha bir əhəmiyyətli məsələni nəzərinizə çatdırmaq istərdim. Doğrudur, növbəti dərslərimizdə risalət və peyğəmbərlik üçün onunla vəhiy haqqında söhbət edəcəyik. Bəziləri vəhyin üç növünü orada, yaxud o mövzudan sonra araşdırıblar, orada gətirib qeyd ediblər, orada bəyan etmişlər. Lakin biz iki önəmli məsələ olduğu üçün sonraki bəhsimizdən ayırıb bu mövzunu bu dərsdə sizin nəzərinə çatdırırıq ki, risalət və peyğəmbərlik üçün olan vəhiy özü üç növdür. Bu vəhyin üç növü Qur'an-ı Kərimdə Allah Taala'nın buyurduğu ayədə bizim üçün bəyan olunur. Buna sitat Qur'anın bu mübarək ayəsidir.
وَمَا كَانَ لِبَشَرٍ أَنْ يُكَلِّمَهُ اللّٰهُ إِلَّا وَحْيًا أَوْ مِنْ وَرَاءِ حِجَابٍ أَوْ يُرْسِلَ رَسُولًا فَيُوحَى بِإِذْنِهِ مَا يَشَاءُ إِنَّهُ عَلِيٌّ حَكِيمٌ. Ayə bizə nə demək istəyir? Bu ayədə açıq aydın olaraq vəhyin 3 növünü Allah Teala bizə çatdırır və başa salır. Deyir ki, buyurur ki, ey insan, vəhyin növlərini tanı. Mən peyğəmbərlərimlə necə, hansı növlərlə əlaqədə olmuşam, bunları bil. Allah Teala belə buyurur. Allah bəşər övladı ilə, insanla ancaq vəhy ilə, yaxud Musa kimi pərdə arxasından danışar. Yəni, Allahın kəlamı eşidilər, amma özü görünməz. Və ya bir elçi mələk göndərər ki, o da Allahın izni ilə onun istədiyini vəhy edər. Həqiqətən o, uca Tanrı, hər şeydən ucadır, hər şeydən alidir, məqamı çox böyükdür və hikmət sahibidir. Ayənin ünvanı Şura surəsi 51. Bundan sonraki məsələ, söhbətimiz isə hər 3 növün açıqlamasıdır. Birinci növ. Bu ayəyə əsasən Allah Taala'nın öz peyğəmbərlərinə göndərdiyi vəhy aşağıdakı 3 yoldan biri ilə həyata keçir. Birbaşa olan vəhy, Allahla peyğəmbər arasında heç bir vasitənin olmadığı vəhy. Burada hansı şəkildə necə olur, onu dərk etmək çox çətindir. Növbəti dərsimizdə bunun xüsusiyyətləri haqqında söhbət edəcəyik. Digər bir vəhyin növü pərdə arxasından, hicab arxasından olan fərqdir. Burada Allah Teala bu ayə ilə məsələni bizə başa salır. Musa odun yanına gəlib çatdıqda vadinin sağ tərəfində olan mübarək, bərəkətli yerdəki ağacdan belə bir nida gəldi. Ya Musa, aləmlərin Rəbbi olan Allah mənəm. Həzrəti Musa Tur-i Sinaya Allah Teala ilə söhbətə getdikdə vadinin sağ tərəfindən belə bir nida eşitdi. Ey Musa, sənin Allahın, aləmlərin Rəbbi olan Allah mənəm. Burada Allah Teala səsi alovda yaratdı, yaxud bir ağacda yaratdı. Maniyə, pərdə, hicab arxasından bizim şəriət sahibi olan Peyğəmbərimizlə söhbət etdi. Üçüncü növ isə bu vəhiylər arasında ən məşhurdur, ən tanınmışıdır, ən qəbul edilmişidir. Mələk vasitəsilə olan vəhiy. Demək olar ki, Peyğəmbərlərimizə nazil olan vəhiylər böyük əksəriyyəti bu şəkildə nazil olmuşdur. Allah Teala belə buyurur. Şuara surəsi 193, 194, 105-ci ayələrdə bu məsələyə dəqiq şəkildə işarə edilir. Onu Ruhul Əmini indirdi. Günahkarları Allahın əzabı ilə qorxudan, peyğəmbərlərdən olasan deyə sənin qəlbinə nazil etdi, yəni Quranı. Özü də açıq aydın ərəb dilində. Burada görürük ki, Allah Teala burada Cəbrail mələkə yaxud Ruhul Əminə, bir çox hədislərdə bu ayədə Ruhul Əmin dedikdə Həzrəti Cəbrail nəzərdə tutulur. Cəbrail vasitəsilə olan vəhyini bizə başa saldı. Bunun üçün Quranda nümunələr çoxdur. Biz burada yalnız birini qeyd etdik ki, istəyənlər bu barədə bəhsimizin əvvəlində, dərsimizin əvvəlində açıqladığımız müraciət üçün qeyd etdiyimiz kitablara müraciət edə bilərlər və orada uyğun mövzular haqqında bu məsələlər barədə araşdırmalar aparıb mütaliələr edə bilərlər. Söhbətimi burada sona yetirirəm. Sizləri Allaha tapşırıram. Gələn söhbətlərimizə, gələn dərslərimizə